Bugün Milli Qəhrəmanlar Təşkilatının Nizami rayon nümayəndəliyin ofisində daha bir üzvümüzü, fəal üzvümüzü, nəinki təşkilatda, rayonda fəal olan və hər zaman ürəyi dövlət və dövlətçilə döyünən bir xanımımızı Milli Qəhrəmanlar Təşkilatının vəsiqəsi ilə, üzvlük vəsiqəsi ilə təmin edəcəyik. Həbbə xanım hər zaman təşkilatda görülən işlərdə demək olar ki, ən fəal insanlardan və ən fəal təşkilat üzvlərindən biri olur. Həbbə xanım, Milli Qəhrəmanlar Təşkilatı adından, Vətən Qəhrəmanları Cəmiyyəti adından sizi təbrik edirəm. Çünki siz bu vəsiqəni gördüyünüz işlərlə qazandınız. Təşkilatda görülən işlərdə hər zaman fəal işinizlə seçildiniz. Təbrik edirəm. Çox sağ olun mənim. Uğurlu düşərli olsun. Sağ olun. Rayonda yəni bu cür fəallığınızla seçilirsiniz. İnşallah təşkilatımızda da böyük və fəallığınızla irəliləyəcək. İnşallah davamlı olsun. Allah sizi böyüklükdən əski eləməsin inşallah. Təbrik edirəm. Sağ olun, çox sağ olun.